Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Pyura heyvanda canlı daş adlanır. Litops isə bitkidir, yenə canlı daş adlanır. Avtotrof qidalanacaq bitki, heterotrof qidalanacaq heyvan, yəni pyura. Qayalı sahil sularında yaşayacaq pyura. Qıraqlıq ərazilərdə yaşayacaq litops. Canlı daşdır hər ikisi. 2, 3, 5, 1, 4. B variantı. Sxema əsasən X, Y və Z-in yerinə nə yazılmalıdır? X ortaqdır. Prokaryot hüceyrəsi ilə heyvan hüceyrəsində sitoplazma, ribosom, plazmatik membran olması ortaqdır. Deməli, A variantı, D variantı, E getdi. Prokaryot hüceyrəyə xasdır. Hüceyrə divarı, bəli, C uyğundur. Heyvan hüceyrəsinə xasdır. Mitoxondri doğrudur. C variantımız doğrudur. Şivan. Şivan heyvan hüceyrələrinin üzərində təcrübələr aparmışdı. Schleiden bitki hüceyrələrini öyrənmişdi. Quruluşunu Crick isə DNT-nin iki zəncirli modelini. Watson və Crick ikisi birlikdə. Demək olacaq 1-ə C, 2-ə 3-ə B. A variantı. Əlverişli mühitdə olan bakteriyanın yaratdığı nəsil sayının bakteriyanın başlanğıc sayından asılı qrafiki. Asılı deyil. Niyə? Baxın, bir bakteriya birinci nəsildə 2, ikinci nəsildə 4 və ya digər bir başlanğıc bakteriya yenə 2 nəsildə 4. Bu şəkildə bakteriyaların başlanğıc sayı onların yaratdığı fərd sayından və ya bölünməyə məruz qalan bakteriyanın sayından asılı olacaq. Nəsil sayından asılı deyil. Görürsünüzmü? 2 nəsil yaranıb, amma 2 dənə başlanğıc bakteriya var və ya 4 olsaydı yenə 2 nəsil olardı. Təsvir edilmiş şəkildə sinir impulsları hansı istiqamətdə ötürülməlidir? Sinir impulsları bayaq da dedik, kiçik çıxıntıdan cismə, oradan uzun çıxıntıya. Ondan sonra gələn neyronun kiçik çıxıntısına, cismin uzun çıxıntısına bu şəkildə. Ümumilikdə isə A-dan B-yə, B-dən isə C-yə. Yəni B variantı. Hansı fikir doğru deyil? Böyümə zamanı həmişə inkişaf müşahidə olunur. Elə bu səhv fikirdir. Baxın, orqanizm böyüyə bilər. Ola bilər ki, böyümə çox kiçik ölçüdə olsun, amma böyüdə əsas inkişaf olmamış ola bilər. İnkişaf xüsusiyyətcə mürəkkəbləşməsi, yeni xüsusiyyətlər qazanması kimi düşünməlisiniz. Kiçik bir böyümədə hər zaman inkişaf görünməyə bilər. Amma inkişaf zamanı həmişə böyümə müşahidə olunur. Bu doğru fikirdir. İnkişaf olursa mütləq ki, orada böyümə olmalıdır. Az da olsa orada bir hüceyrə böyüməsi, nəsə yeni bir xüsusiyyət qazansa, yeni bir maddə ifrazı olur. Ona görə inkişaf zamanı böyümə olmalıdır. Amma böyümə zamanı hər zaman inkişaf olmur. A variantı yanlışdır. Vərəm xəstəliyinin törədicisi olan bakteriyalar kim kəşf etmişdi? Kox. Elə onun adına da adlandırılıb Kox çöplərdə deyilir. 57. Şəkildə təsvir etmiş mikroskopun böyütmə dərəcəsini hesablayın. 10 vurulsun 60. Yəni okulyar vurulsun obyektivin üstündəki rəqəm 600. Burada bir maraqlı nüans var. Sizə deyə bilər ki, bir neçə mikroskop verə bilər. Soruşa bilər ki, hansında baxılan sahənin ölçüsü daha kiçikdir. Mikroskopda böyütmə dərəcəsi artdıqca o sahə kiçilir. Görülən sahə. Çünki baxın, obyektiv aşağı düşür, daha sahəni daha diqqətlə görür. Canlılarda rüşemin inkişafını öyrənən elm sayəsi verilənlərdən hansıdır? Genetika irsiyyəti öyrənəcək. Embriologiya rüşemin inkişafını elə burada istədiyini. Sistematika canlıların qruplaşdırması, sistemləşdirilməsini öyrənəcək. Anatomiya yarıram baxaraq canlıların quruluşunu öyrənəcək. Fiziologiya isə funksiya. Bu şəkildə yadınızda saxlayın. Elm sahələrinin ümumiyyətlə RFM gedənlər diqqət etsin. Düşür. İnsan göz alması xaricdən daxilə doğru ağlı qişə, damarlı qişə, torlu qişələrdən təşkil olmuşdur. Göz bəbəyi parlaq işıqda daralaraq gözün daxilinə keçən işıq selinin miqdarı azalır. Baxın, quruluşu haqqında danışırsa bu anatomiyadır. Funksiyasından danışırsa bu fiziologiyadır. Birinci hissədə görsünüz sadəcə quruluşundan danışır, bu hissələrdir. İkincidə isə deyir ki, işıqda daralaraq göz bəbəyin daxilinə keçən işıq selinin miqdarını azaldır. Artıq bu funksiyasından danışdı. Düzgün cavab variantı olacaq C variantı. Anatomiya və fiziologiya. 60. Verilən fikirlərdən hansı yanlışdır? Xromosomlar əlbəttə səhvdir. Xromosomlar ya sitoplazmada sərbəst halda, bakteriyada, yəni prokaryotlarda, ya da ki nüvədə yerləşəcək eukaryotlarda. Xromoplast bir plastiddir. Rəng verən plastid. Orakvari anemiya xəstəliyinə əziyyət çəkən şəxslərdə verilənlərdən hansı müşahidə olunur? Normalda eritrositin quruluşu bax bu şəkildə basıq diz şəkillidir. Orakvari anemiya isə baxın bu şəkil alır. Bircə saniyə bax bunu. Ona görə orakvari anemiya adlanır. Həmin insanlarda sözsüz ki, oksigen azlığı yaşanacaq. Çünki baxın eritrositin quruluşu bu şəkildə olur. Toxumalarda oksigen qıtlığı azlığı yaranır. A doğrudur. Toxumalarda tənəffüs sürətlənir.
toxumalarda tənəffüs əlbəttə toxumalarda deyir tənəffüs sürətlənir. Bir saniyə. Tənəffüs sürətlənməyəcək. Burada oksigen azaldı. Hüceyrələrdə tənəffüs sürətlənə bilməyəcək. Hüceyrə tənəffüsünü həyata keçirdi mitoxondri. Mitoxondridə də hüceyrə tənəffüs edirdi, az oksigen gəldiyi üçün sürətlənəməyəcək. İnsan daha ləng tənəffüs hərəkət edir, əksinə daha sürətli tez-tez nəfəs alacaq, oksigen çatmır. Hüceyrədə qidalı maddənin parçalanması sürətlənir, zəiflənər. Çünki oksigen o qidalı maddələr parçalayıb yandırır da, azdırsa zəifləyəcək. Vahid zamanda qanla daşınan oksigen miqdarı artar, azalar əksinə. Artmaz. Kök hüceyrələri nədir? Uşaqlar, burada bu kök hüceyrələri, bitkin kök hüceyrələrindən söhbət getmir. Bu, elm texnologiya həyatda olan kök hüceyrələrdən söhbət gedir. Onda biz deyirdik ki, öz funksiyası olmayan digər hüceyrələrə başlanğıc verən bir hüceyrədir. Baxın, C doğrudur. Heyvan orqanizmdə heç bir funksiya yerinə yetirməyən hüceyrələrdir. Hansı ki, digər hüceyrələrə başlanğıc verir. Məsəl üçün, beynin də, sinirin də, qaraciyərin də hüceyrələrini yaradırdı. Hüceyrə sitoplazması yanlış bəndi seçin. Orqanellər və nüvə üçün mühit yaradır. Doğrudur. Orqanellərin və nüvənin birgə fəaliyyətini təmin edir. Doğrudur. Hüceyrədə gedən bir düzdür. Mühitdə onlar üçün hüceyrənin daxili mühitə dolduran hərməşik maddədir. Doğrudur. Hüceyrəni bilavasitə əhatə edir. Yox, bu qılafdır. Sitoplazmanı bilavasitə əhatə edən plazmatik membrandır. Ümumiyyətlə, bütünlüklə hüceyrəni əhatə edənsə qılafdır. Plazmatik membranı əhatə edir. Verilmiş fikirlərdən hansı doğrudur? Orqanizm prokaryotdursa 100% bir hüceyrəlidir. Tamamilə doğrudur. Bakteriyalar prokaryotdur, hamısı da bir hüceyrəlidir. Orqanizm ekaryotdursa 100% çox hüceyrəlidir. Xeyr, amöb, maya göbələk kitabınızda verilən misallar. Həm ekaryotdur, həm bir hüceyrəlidir. Orqanizm bir hüceyrəlidirsə 100% prokaryotdur. Bax, elə bu da ona aiddir. Görürsünüzmü? Amöb və maya göbələk bir hüceyrəlidir, amma ekaryotdur. Prokaryot deyil. Orqanizm çox hüceyrəlidirsə 100% ekaryotdur. Bəli, bu tamamilə doğrudur. Bu çox hüceyrəlidirsə 100% ekaryotdur. Çünki ekaryotlar, çox hüceyrələrin hamısı ekaryotdur. Toxuması olan orqanizmlər 100% çox hüceyrəlidir. Bəli, toxuma özü elə hüceyrə yığımıdır. Orqanizm çox hüceyrəlidirsə 100% toxuması var. Xeyr, məsəl üçün hidralar, bağırsaq boşluqları kitabın ikinci hissəsində öyrənəcəksiniz. Çox hüceyrəlidirlər, amma toxuma anlayışı yoxdur onlarda. Deməli, 1, 4 və 5. C variantı. Mikroskopun böyütmə dərəcəsi 400, şəkil ölçüsü 8 diametrinə görə. Diametrinə görə 3 qrupa bölünürdü. Orta diametri, yəni 2 və 4 mikrometr arası dəyişən, kiçiklər 2-dən kiçik, böyüklər isə 4 mikrometrdən böyükdülər. Böyütmə dərəcəsi 400. Şəkil ölçüsü 8 mm. 8 mm-də mikrona çevirəndə 1000-ə vursan 8000. Gedəcək, bu gedir 20. 20-dirsə mikrometr. Dedik axı 4 mikrometrdən böyükdürsə iri ölçülü. A variantı. Şəkildə rəqəmlərlə eladoya yarpağı hüceyrələrin hansı hissələr təsvir edilmişdir? Baxın, 3 ilə xloroplast göstərir. 1 ilə vakuolu göstərir. 2-dən vakuolu, 1-dən nüvə. Deməli, 1 nüvə, 2 vakuol, 3 xloroplast. Elm sahələrindən hansı biologiyanın tədqiq sahəsinə aid deyil? Botanika bitkiləri, zoologiya heyvanları, biotexnologiya həmin canlılarda gördüyü xüsusiyyətləri texnologiya tətbiq edir. Yenə canlıdır. Gen mühəndisliyi genlərdə bağlı genlərin köçürülməsidir və s. Bu kimi şeyləri öyrənir. Mineralogiya, bəli, biologiya tətbiq sahəsi deyil. Bu qədər. Sağ olun.